Əvvələn bu ki, pişəbəri zidd din dəyildi. Necə deyirdi, biz demokrasi, azadlıq istəyirik və azadlıq mənası budur ki, hər bir nəfər ki yaşayır bu ölkədə, bu dini də azaddır, fikri də azaddır, əndişəsi də azaddır və o heç vaxt o işi görməmişdi. Yəni bir nöqtə ki, ola deyərlər, məsələn, bu filan məscidləri bağlatdırdı, Şeyxülislamları məhdudiyyətdə qoydu, ya tutdu, zindana saldı, ya fəaliyyətlərinin qabağını aldı. Xeyr, elə bir şey yoxdur.